İnsan 80-90 yaşda da olsa ana anadır. Ana nəvazişini unutmur. Ananın o diqqətini, duasını unutmur. Ata-ana doğrudan böyük bir nimətdir. Mərhum Şeyx Səduq əleyhir-rəhmənin 86 yaşı olanda anası dünyasını dəyişir. Uzun ömürlü olub. Uşaq tək anası dünyasını dəyişəndə ağlayırmış. Tələbələri gəlir ki, özü böyük bizim məzhəbimizdə parlaq simalardandır, söz sahiblərindəndir. Zamanə imamımıza əsrcə ən yaxın olan onun əsərləri bugün elmi hövzələrdə tədris olunur. Uşaq tək ağlayanda şagirdlər, tələbələri gəlir, deyir, ustad, axı bizim atamız, anamız dünyasını dəyişəndə deyirdiniz, səbirli olun və sözünüz niyə ağlayırsınız indi? Deyir, axı, siz bilmirsiniz mən necə neymət əlimdən vermişəm. Deyir, mənim bir narahat bir işim olanda gəlirdim bu qoca anama, bu yataqda olan anama deyirdim ki, məni dua elə, Allah məni bağışlasın. Deyir, anam dua eləyərdi, o dua eləyəndən sonra qəlbimə bir sərinlik gələrdi. Bir aramlıq gələrdi və düşünərdim ki, o Allah ki mən tanıyıram, o aləmlərin Rəbbi olan Allaha ki mənim etiqadım var, o heç vaxtı bu yaşlı ananın duasını geri çevirməz. İçimdə bir toxtaqlıq yaranırdı. Deyir, indi mən ağlayıram ki, elə bir hal olsa kimə deyəcəm məni dua eləsin, o aramlığa qovuşum.